Bizim papaq atanlar. Bunu göster. Atın. Kampeydi. Papaq atırlar ölüb sizə. Bayramda da kampey. Snickers. Yığıblar bir şeyler. Aha. Biraz yığın enerji, enerji yığın. Haydi Allah'ım bir tane bize para. Ofeliyan görürlər qorxurlar. Papağanıza yaxşı yerə qoymasız videolarda qapılarınızı biabır edəcək. Qurban olum. Allah dostların ömrünü bunun üçün qoysun. Valla bizi tutub aparacaq elə bunun videona görə. Görsən, uşağın alına var, nə üçün? Alının zəhmət haqqısını versin. Biz varıq, biz direkt gedək qapı döyək, bizə nəsə verir, papağat olmadı. Hansı qapıya papaq atdılar? 3 dənə papaq qoydular. Biri 3-5 motor dedi, biri 4 dedi. İnteres şeydi. Tərlan da danışında deyib papaq atdı. Ölüm sənsinlər, papaq atdı, yığışdırdı. Pul qoyun özümüz istədiyimizi alaq da. Emirəm mən sizin kesin. Aa, sağoluna baxdı. Oligarx papaq atdı. Boğmuşların anası. Bu xoşuma gələn toy oldu. Xoş yalan tuyuldu. Al, bu da sən xoşladığın meyvə. Yox da yox. Sağ ol. Ölçümüzə bir dərdə şey olmadı. Snickers kızı yani. Ben ancak Snickers. Ne böyle bir bal ama bal oldular. Baxın sənlər. Maşallah, maşallah. 3 gün. Bir həftə zaten bazarlıq eləməyəcək, şirniyyat bazarlığı. Şimdi o ayağla papaq atlar. Atıbsız şey. Harda pul qoyurlar? Üç qapıdan ikisi 5 manat hərəmizə pul verirdi. Talışda fərqlənib də həmişə çıxır. Qapını açmırlar, elə Qurban olmalılar, papağa. Hıçqıram. Mənə görə tələ döyətələ olsun. Düşəm uşağın atası. Kamera arkası. Video çəkəndə adamın bir tane səmrə bozulur, rahatdır. Həvəsdən düşüblər şey. Ne çıxdı? Hiç. Baktım. Bakıcı doldur kapatmakta. Mən nə qədər qoca olsam dəyərəm nizama. Gözən, uşaq saxlamazsan dörək. Bizi ancaq bayramdan bayrama. Vay, papaq atanlar arasında dava düşür. Ofeliyan papağına bir dəncilə fındıq qoyublar. Yalan branşı. Qaçdı. 5-6'ya bas. Orada qapı qalmış değil mi? Hələ 12 mərtəbə var ya şəkil. Vay adam var. Bizim bir qadın. Allah bərəkət versin, qurban olum Allah'a. Fındıq, fıstıq, sabah. Hepsi bir kalsa en araya atarım. Konfet qabımız doldu. Ah, qorxu.
Korkulu kim ola? Hay Allah, hay Allah. Baba. Ay Allah. Korkmayın. Dua elini açsın kapıyı. Bismillah. Korktum. Ben geleceğim. Şalarım. Kaçın. Geç de geç. Papaq atmışım. Teşekkür. Arkadaşlar iç paramız buldu. Hadi. Hadi. Bakayım. Oh, Allah bereket versin. Yes. Bazardık. Kaçın kardeşim kapıya koy. Ay Allah, bu kapını necə döyək indi biz? Ay gəlirlər. Ay gəlirlər. Başqa papaq atanlar gəlir. Sizi döyəcəklər, qaçın. Evdə 10 günlük uşaq var deyir. Məyyibdir uşaq ölür. Ay Allah. Dəydilər. Ay. Elə deyirsin uşaq. Baxın. Aplesin sənə. Bana. Bana xoş düşsə sən. Allah. Verin ata deyilsin. Ya Allah, bismillah. Ha. Allah. Aynı ya. Ne işlem var? Evde doğruysan yiyen yok diyor. Niye yalandarsın? Apelsin xoş deyirəm. Ha, aplesin. Hoş değil, düz değil. Biz atabla bir tane dayandı. Gel sen bas lifti mən çək. Gelin. Oh. Ben balaların. Koyarım skalası burada. Mesela Oh. ona gitmedi. Şimdi nasıl ben? Dostlar hansı kapını dövdü? Dille uşaq yatır dövmür kapını. Niye? Maraqlıdır. Biz demək adət-ənənələr pozulmayıb. Xalqımız elə deyir ki, o vaxtın adət-ənənələri. Hanı adət-ənənə? Qapını döysən, qapını az qala adamı dövsünlər. Tapmışı hamımız ona baxırıq. Açan olacaq yoxsa yox. Eşitdin o dediyini. Enərəm mərtəbəsi deyir daha pulludur. Çünkü bir it var idi böyle. Harda pullu qapı tapdı, heç kim açmadı. Nə açdı, ancaq kasıb qapılar açdı. Ofişin papağını götürmədilər. Xahiş edirəm qapı şey ya ya qapını açanda üçündə götürür də heç birini götürmür. Ayrı seçkili salmır. Bir yaxşı koydum. Açar görərəm onu koyarım. Bu qapı. Görə bu qapıda nədir? Ofişin papağı qalıb. Bizə kömək edir. Quldur düşümü yedirlər, qapılara elə bir... Bunların dədələrinə borcları var cəmaat, ora. Bir sürü ora. Qaçın.